Hansı yeni fikirləri mətnə əsaslanaraq təsdiq etmək olar? Qrenlandiya adasının ortasında buz örtüyünün qalınlığı 3000 metrə yaxındır. Bu yanlış fikirdir. Ümumiyyətlə mətndə Qrenlandiya adasında olan buzlaqların qalınlığı verilməyib. Bu hissədə Qrenlandiyadan danışılır. Həmçinin 3000 rəqəmi başqa bir faktla əlaqədardır. Aysberqin ortalama ömrü ilə əlaqədardır ki, 3000 il olur. Şərqi Antarktidada 31 min aysberq müşahidə edilmişdir. Lakin burada aysberqlərin sayı, Şərqi Antarktidada olan aysberqlərin sayı qeyd olunmayıb. Ümumiyyətlə, dünyada 40 minə yaxın aysberqin olduğu göstərilir. Suyun üzərində təxminən 10% görünür. 3-ü doğru hesab etmək olar. Çünki mətndə qeyd olunub ki, aysberqlərin təxminən 90% suyun altında olur. Belə çıxır ki, 10% də suyun üst hissəsində qalır. Yəni 3-ü təsdiq etmək mümkündür. 4 yanlışdır, çünki mətndə dəniz canlılarından ümumiyyətlə adı çəkilmir və yaxud da ona bir işarə yoxdur. Əgər qlobal istiləşmə bu templə davam etsə, aysberqlərin sayı azala bilər. 5-i nəticə hissəyə qoya bilərik, çünki nəticədə qeyd olunur ki, istiləşmə səbəbindən aysberqlərin sayı ölçüsüz sürətlə dəyişir və biz 5-dəki faktı mətnə əsasən, mətn nəticəsinə əsasən təsdiq edə bilərik. Düzgün cavabımız olacaq 3 və 5.